Selamun aleyküm əziz dəyərli insanlar. Bu video sırf PUBG oynayanlara aiddir. Kim ki PUBG oynayır, bəzilərinə aiddir. Deməli, qabağıma belə insanlar çıxır ki, mən Azərbaycanlıyamsa, PUBG Mobile Azərbaycan bayrağı qoymuşamsa, sən məni bitirməyə oynamamalısan. Yaxşısa məni öldürməməlisən. Sən məni, bitirməməlisən də. Yaxşı, mən sənə sual verirəm. Mənim mövqeimdə sən olsan, bunu edərsənmi? Və yaxud da PUBG-də belə bir şey var. Əgər sən rəqib oyunçu ilə birləşib oynayırsansa, oyun sənə ban verir. Sənə görə nəyə görə mən ban yeməliyəm? Mən başa düşə bilmirəm. Axı bu nədir? O zaten şəhidlərimiz, qəhrəmanlarımız Azərbaycan bayrağını dalğalandırıblar. Azərbaycan bayrağını öz əməli ilə sübut ediblər. Allah cəmi şəhidlərə rəhmət eləsin. Bu boş-boş mənasız şeylər nədir? Sən Azərbaycanlısan, deməli məni vurmamalısan, öldürməməlisən, hörmət eləməlisən mənə. Bu oyundur. Bu oyunda hər şey ola bilər. Yəni bu oyunda hər bir şey baş verə bilər. Yəni bunu bayraqla, bunu dinlə, bunu vətənpərvərliklə əlaqələndirmək yaxşı bir şey deyil. Yəni mən bunu başa düşə bilmirəm. Görürsən ki, Azərbaycanlısan, adi oyunu oynayırsan, səni kimsə bitirib başlayır anası, bacısı söyməyə. Niyə də, niyə? Anlaya bilmirəm, niyə? Qardaş, bu oyundur da, bu ana-bacı söyüşə nə aidiyyatı var? Nöş söyürsən? Sən üzbəüz gəlib ona hərəkət eləyə biləcəksən, o söyüş söyə biləcəksən. Vallahi ayıbdır, Allaha and olsun deyirəm. Ona görə bəzi azərbaycanlılar və yaxud da bəzi vətənpərvərlər bayraqlarını dəyişirlər ki, çünki görürlər ki, azərbaycanlılarda bunlara dəstək gəlmir, əmək gəlmir, əməyin qarşılığı ala bilmirlər deyən, ona görə onlar bayrağını dəyişirlər. Bəziləri Hind bayrağı qoyur, bəziləri Rus bayrağı qoyur, bəziləri nə bilim Alman bayrağı qoyur, bəziləri nə bilim türk bayrağı qoyur, bəziləri nə bilim Yevrey bayrağı qoyur. Bunlar buna görə bunu edirlər. Bunun da səbəbkarı bəzi azərbaycanlılardır. Ona görə ki, belə şeyləri eləməyin. Ayıbdır.